Anacan. Sakit ol kızım. O getmək istəmirdi. Mən onu apardım. Səndə heç bir günah yoxdur İsmail. Cəmilə böyük qızdır, o getməyə də bilərdi. Darıxma. Darıxma Cəmilə. Tez sağalacaqmı? Qızdırması yüksəkdir. Anacan. Əgər səhərə kimi qızdırması düşməsə, vəziyyəti qorxulu olacaq. Yaxşı bala. Yaxşı Cəmilə. Bilirsən, bir cür dərman vardı ki. Nə cür dərman? Qırmızı. Striptası? Yox, ayrı dərman, busa. Nənə! Nənəcan, qışda qarı düşəndə sən mənə qırmızı dərman vermişdin, ha, yadındadır? Qutarıb bala. Heç bir damcı da yoxdur. Hiçbir damcı da qalmayıb qadan alır. O nə, soruşur az. Az o it burnu çiçəyin deyir. Hə, bildim, it burnu çiçək. Hə də. Qızdırmanın qənibidir. Bıçaq, pendiri kəsən kimi kəsir. Düzdür. Ancaq indi biz onu hardan alaq? O bu yaxınlarda bitən şey deyil, ha? Onu gərək gün çıxmamış, səhər tezdən şehli dərəsən. Dadaş, ay dadaş. Hə, nə var? Bu gecə vaxtı niyə gəlmirsən? Bir qulaq az, mən gərək, başa düşürsən, mən gərək ona it burunlu çiçək gətirəm. Gedək bəylə qayalığa. Dədə olmamısan ki, səhər desən, qayağı parçalacaqlar. O vaxta qədər gedib qaytarıq. Bu nə səsdir? Orada kimdir pıçıldaşan? Bütün günü danışıb doymayıblar. Hə, gedirsən? Demək getmirsən. Belə də yoldaşlıq olar, onda mən tək özüm gedəcəyim. Getmə İsmail, ora qorxuludur. Ancaq heç kəsə demə ha. Ay oğul, sənə nə olub bu gecə səhərə qədər yatmayıbsan? Ana, Can ana! İsmail! Nə olub? Arif'in evi yıkıldı. Nə var? Nə olub? Arif'in evi yıkıldı. Nə olub axı? Bize danış. İsmail gitti İsmail. Gizlənmə vaxtıdır yoldaş əz.